İnsan əgər böyük, səmərəli, faydalı bir iş görərsə, bəzən insanda bu şeylərin baş verməsi mümkündür. Bəzi hallar yaranır. Ola bilər təkəbbürlük yaransın, ola bilər bəzi özünü digərlərindən üstün tutmaq. Yəni gördüyü yaxşı, böyük bir iş insanın özünü bəzən görsən məhv eləyə bilər, halını korlaya bilər. Onda bəzi xüsusiyyətlər, xoşagəlmə xüsusiyyətlər yarada bilər. Bundan necə xilas olmaq olar? Xilas olmağın yeganə olaraq yolu budur ki, gördüyün işi qəbul eləyəsən, başa düşəsən ki, bu gördüyün iş Allahın lütfüdür. Əgər Allahın lütfü olmasaydı, sən bu işi görə bilməzdin. Sadəcə olaraq Allah Taala sənə izzət verib, sənin əlindən bu işi gördü. Alimlərimizdən biri, o alim ki, özü də seyyiddir, bir neçə alim yetişdirib, neçə illər dərs deyib, öz alimləri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər. Hətta günümüzdə də həmin alimlərdən var. Hal-hazırda Allah kölgələrini İslam ümmətinin üzərindən əskik eləməsin. Bir nəfər deyir ki, atam getmişdi həmin alimin yanına. Onun barəsində biraz söhbət elədilər, hal-əhval tutandan sonra başladı tərifə keçməyə. Tərifdə dedi ki, ağa, siz böyük alimsiniz, əzəmətli alimsiniz və nə qədər insanlar, alimlər yetişdirmişsiniz. Başını qaldırdı, dedi ki, bir hədis danışım sənə. Dedim ki, bəli, danış. Dedi ki, bir gün İbrahim Peyğəmbər Allahdan soruşdu ki, ilahi, arı balı necə istehsal edir? Allahdan vəhiy gəldi ki, İbrahim, əlini aç, əlini açdı, bir arı gəldi, qondu ovucunun içərisinə. Ondan sonra dedi ki, əlini bağla, bir qədər gözlə, ondan sonra açarsan. Ovucunu bağladı belə, saxladı, məsələn 1 dəqiqə, 2 dəqiqə, vaxt tamamlandı, ovucunu açdı və arı oradan uçaraq getdi. Gedəndən sonra İbrahim Peyğəmbər çox diqqətlə ovucunun içinə baxdı, amma orada bal görmədi. Dedi, ilahi, axı burada bal yoxdur. Allah əmr elədi ki, vəhiy elədi ki, İbrahim, əlini çevir arxasına tərəf. Çevirəndə arxa tərəfində gördü ki, arı əslində əlinin üstündə bal qoyub. Dedi, ilahi, bu necə ola bilər? Arı axı mənim əlimin içində idi, ovucumun içində idi. Necə oldu ki, əlimin üstündə bal qoydu? Allah orada cavab verir ki, İbrahim, arının işi, öz dilimizdə deyil, arının işi vızıldamaqdır. Balı isə biz veririk, o nemətdir. Balı verən bizik, amma arının işi vızıldamaqdır. Deyib, bu hədisi mənim üçün danışmaqla əslində öz təvazökarlığını və onda təkəbbürlüyün yaranmamasını və özünü bu halla qorumasını çatdırmaq istədi. Yəni, biz nə qədər əlləşib vuruşaqsa, iş görsək də, çalışsaq da, böyük səmərəli işlər görsək də belə, bu Allahın lütfü əsasındadır. Əslində Allah Taala bizə lütf eləyib, bizim əlimizlə bu işləri görüb. Əslində işləri tamamlayan Allah Taala özüdür. Bizə ancaq vızıldamaq qalır.